Mübarək Rəcəb ayının birinci günüdür. İmam Muhammed Baqir Əleyhisselamın da mövlud günüdür. Bu günlər münasibəti ilə hər birinizi təbrik edirəm. Allah bu ayın feyzindən, bərəkətindən, rəhmətindən bizi binəsib eləməsin inşallah. Bu ayda Allahın rəhməti yeri o qədər çox nazil olur ki, bu ayın adı əsəbdir. İnsan bu ayda çox istiğfar eləsin deyirlər. İstiğfar həmin o rəhməti özünə çəkir, özünə cəlb eləyir. Bu zikri çox deyin, küçədə gedərkən, hər hansı bir işlə məşğul olarkən, əstəğfirullah və əsəluhu tavbə. İlahə, səndən bağışlanmaq istəyirəm və səndən mənə tərəf dönməyi istəyirəm. İstiğfardır, əstəğfirullah və əsəluhu tavbə. Başqa zikir var, əstəğfirullah zəlcəlali vəl-ikram min cəmi'iz zunubi vəl-asam. Bu zikirlərdir. İndi yaza bilmədinizsə, xutbədən sonra dinləyib qeyd eləyə bilərsiniz bunları. La ilahe illallah zikrini deyib kim bu ayda 1000 dəfə desə çox fəziləti var. Ayda 1000 dəfə də çox asandır la ilahe illallah zikrini demək. Çox böyük fəziləti var. Çox böyük dəyəri var. Mümkün qədər çalışın oruç tutun. Oruç tutanlara iftar verin. İftar süfrəsi ətrafında toplaşın.